Sigaretin ne mi? Ey vatanoğlu, bu dağlar hakkında bir söz dene. Dağlar deyəndə sən mənim ürəyimə toxundun. Hər birisinin ən böyük silahı onun ürəyidir. İnşallah biz bu ürəyin sayəsində yaxın bir müddətdə oran tək o dağları alacağıq. Yəni Ramik qardaşımızın sayəsində, bütün hərbçilərimizin sayəsində biz o torpaqları alacağıq inşallah. Yaxın bir müddətdə. Yəni lazım gəlsə demirəm, yaxın bir müddətdə alacağıq. Qorxub eləmişsiniz ki. Mən həsrətlə bu günü gözləyirdim. Qorxmaq bizə yaraşmaz. Hər bir şey qorxmaq yaraşmaz. Haradasa həyəcan ola bilər, amma qorxmaq yox. Ramus müəllim, siz də bir iki kəlmə deyərdiniz bu dağlar haqqında. Bu biraz sancaqdır. Biraz sancaqdır. Amma yaxşı döyüşçülərimizdən biridir. Biz xatırlanmırıq. Biz beləyik. Neynəmək olar? Həyatdır. Bizim olsun fəlsəfəmiz bəllidir. Öncə vətən. Öncə vətən. Başqa şeylər ikinci planda olan şeylərdir. Allah sizi qorusun. Öncə vətən. Allah sizi qorusun.